Salam gənclər, MAQ olaraq yenə bir fərqliliyə imza atmaq istəyirik. Siz də ortaq olmaq istəyirsinizsə buyurun. Aramızdakı məsafə o qədər də uzaq deyil. Həm də ki bizim studiyamızda bütün yaradıcı, maraqlı, istedadlı gənclər qonaq ola bilər. Yollarını isə çox yaxşı bilirsiniz. Sosial şəbəkələr sağ olsun. Deyir, mövzumuza keçmək istəyirəm. Bəli, bugünkü mövzumuz çox maraqlıdır, fərqlidir. Elə fərqli demişkən də mövzuya uyğun olan çox fərqli mövzusu olan bir sujeta keçid almaq istəyirəm. Pizza qülləsi. Görəsən, həqiqətən də bu sujetdə zeytunlu, pomidorlu, gözəl pendirli o pizzadan söhbət gedir, yoxsa yox? Gəlin izləyə və öyrənək. Pizza qülləsi 1360-cı ildə İtaliyanın eyni adlı şəhərində tikilib. Qüllə özünə yıxılan qüllə adını qazanaraq bütün dünyaya öz xarici görkəminə görə tanınır. Çünki qüllənin xaricdən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür. Lakin qüllə yerə yaxşı bərkidilib. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55, ən yüksək isə 57 metrdir. Divarlarının qalınlığı isə 4 metrdir. Onun ümumi kütləsi 14453 tondur. Tiklinin əyilmə meyilliyi 3,97 dərəcə sayılır. Həmçinin qüllənin 294 pilləsi var. Qüllənin tikilməsi 3 mərhələdən ibarət olub. 9 avqust 1173-cü ildən başlayaraq 2 dəfə uzun aralarla təxminən 200 ilə yaxın davam edib. Nəticədə tikinti prosesi 1360-cı ildə başa çatıb. Qüllə katolik kilsəsi olan Campo de Miracolinin zəngləri kimi yaradılmışdı. Ancaq binanın memarı indiyə kimi məlum deyil. Əvvəllər bəzi mütəxəssislər düşünürdülər ki, qüllənin əyilmə meyilliyi onun yaradılma üslubundan asılıdır. Lakin hazırda bu fikir rədd edilir. Qüllə şaquli istiqamətdə layihələndirilib, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanır. Həmin meyilliyi həm də memarlıq üslubuna görə 1173-cü ildən etibarən indiki dövrümüzə qədər qala diqqət obyektinə çevrilib. Həmişə çalışılır ki, qala daha möhkəm və davamlı vəziyyətə gətirilsin. Məsələn, dağılmış sütunlar dəfələrlə dəyişdirilir. Hazırda daha çox yeraltı işlər aparılır və tiklinin özülünün daha möhkəm olması üçün səylər göstərilir. – 15 dekabr 2001-ci ildən etibarən qüllənin qapıları turistlərin üzünə açıq elan edilib. Çox maraqlıdır, elə deyilmi dostlar? Bəlkə də çoxunuz hazırda bunu mən də uşaqlıqda eləmişəm deyirsiniz, amma əminəm ki, heç biriniz bu qədər peşəkarcasına belə gözəl əl işini hazırlaya bilməmsiniz uşaqkən. Amma qonağımız isə bunu hazırlayıb məhz bizim üçün hədiyyə şəklində. O bunu necə edib, hansı vasitələrdən istifadə edib, bunu onun özündən öyrənəcəyik, qarşılayaq. Ramiz, xoş gəlmişsən, buyur. Ramiz, həqiqətən də yəni mən deməyə söz tapmıram. Çox maraqlı, fərqli əl işlərim var. Yəni bunun bəlkə də çox nadir hallarda yəni insanların ağlına gələcək bir sənət növü deyərdim. Ümumiyyətlə bu sənət necə adlanır? Bunu kitab sənəti də demək olar buna. Amma belə deyə özüm buna ad qoymuşam, kitab işləmə. Amma ümumən kitab sənəti gedir. Bəs nə zamandan başlamısan bu cür əl işləri hazırlamağa və ümumiyyətlə hardan ağlına gəldi ki, belə bir şey hazırlaya bilərsən? Hardasa bir il olar bu işlə məşğulam mən. Bir il, ilk aylar özümü sınadım, necə alınır, yoxladım bir neçə dəfə. Baxdım alınır. Amma bir tanışım, bir qohum mənə göstərdi, özü üçün hazırlamışdı. Mən ondan xahiş elədim, mənə öyrətdi. Ondan sonra başladım mən daha da belə yaxşı onu hazırlamağa, daha da geniş bir variantda bunu təqdim eləməyə. Ümumiyyətlə, sosial şəbəkələrdə, YouTube'da, yəni ümumiyyətlə dünyada bu cür sənət var və onlara baxaraq öyrənməyə çalışmışsan.
Dünyada var olmağına. Sadəcə mənə öyrədiləndən sonra, yolu göstəriləndən sonra əlbəttə ki, mən də internetdən, sosial şəbəkələrdən bunu daha yaxşı variantı necə eləmək olar, o haqqda özümü bilgiləndirdim və öyrəndim də, belə deyək. Aha, və başladım bu cür işlər hazırlamağa. İlk işin necə olmuşdu? Yəni nə hazırlamışdın, nə yazmışdın burada? İlk işim balaca bir ürək forması hazırlamışdım. O ürək formasındakı, o da balaca bir kitabda hazırlamışdım. O kompüterlərin içindən çıxan bilgiləndirmə kitabı olur balaca. Aha. O kitabda hazırlamışdım. O da qara çıxmışdı, o qara ürək alınmırdı. Onu pozdum, əlbəttə ki. Belə başladım, o ürək üstündə işlədim onu işimi. Sonra da başladım hərflər üzərində işləməyə. Amma əlbəttə ki, başqa loqolar da hazırlamaq olur, amma o da müəyyən bir sərhəddi var. Çünki kitabın öz təbiəti ona imkan vermir ki, çox başqa işlər görməyə. Müəyyən nə imkan varsa onu eləməyə çalışıram. Bəs maraqlıdır, nə qədər vaxtını alır bir əl işini hazırlamağa? O kitabdakı işdən və yaxud da ki, orada hərflərin sayından asılıdır. Normalda belə götürəndə bir 7 hərfli, 6 hərfli hazırlamaq üçün mənə 3 saat, 4 saat vaxt tələb olunur. İndi bu əl işlərini görənlər və kitab sevərlər xüsusən də belə bir sual ünvanlaya bilərlər. Qoy onların adına mən sənə ünvanlayım bu sualı ki, bəs bu kitablar axı insanlar oxumaq üçün hazırlayıblar, amma sən onları artıq yəni bu cür əl işləri formasına salırsan və insanlar artıq bunu oxuya bilmirlər. Bu reaksiyalara qarşı hansı cavab verərdin? Bu ilk gündən bəri mənə yönələn suallardır. Burada kitabların hamısına baxsaq görərsiniz ki, bunların hamısı köhnə rus ədəbiyyatıdır. Müəyyən bir köhnə rus ideologiyasına belə deyək, xidmət eləmiş kitablardır ki, hal-hazırda bu istifadə olunmur bunlar, bu kitablar. Çalışıram ki, onlardan istifadə edirəm, amma heç bir kitabımın içində Azərbaycan ədəbiyyatı və yaxud da Latin əlifbası ilə heç bir kitab yoxdur bunların içində. Köhnə Kiril əlifbası Köhnə Kiril əlifbası ilə artıq istifadədən yəni çıxmış kitablardır. Hətta mən kitablar var ki, açıram baxıram 70-ci ilin, 80-ci illərin kitablardır ki, bunlar vərəqlər bir-birinə yapışıb heç oxunmayıbdır. Bir də Ramiz maraqlıdır, ümumiyyətlə kitablarla aran sadəcə yaradıcılıqla bağlıdır, yoxsa oxumaqla da aran var? Yox, oxuyuram da, kitabları oxuyuram da, əlbəttə ki, Azərbaycan ədəbiyyatını oxuyuram. Özümdə belə deyək, universitet bitirmişəm, hal-hazırda oxumuşam bunlardan. Aha, özün Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmisən, yəni peşən də menecerlik idi, amma o ixtisasını atıb bu işlə məşğul olmağa başlamısan deyəsən. O ixtisası atmamışam, o işdə müəyyən bir müddət işləmişəm. Sadəcə olaraq bəzi səbəblərdən özüm öz işimi qurmağa cəhd etdim. Yəni, bu da işlərimdən biridir. İndi sən bizə başa sal görüm, ümumiyyətlə bu kitablar necə yəni bu vəziyyətə gəlib çıxır? Yəni hansı üsullarla sən bu vərəqləri qatlayırsanmı, yoxsa nə edirsən ki, belə bir maraqlı görüntü alınır? Bunları ilk əvvəl belə deyək, hazırlama prosesi heç də sadə və asan deyil. Bunu birinci ilk növbədə mən bunu eskizini çıxardıram. Kompüterdə, Photoshopda bunun eskizi çıxarılır. O eskizin üzərində mən başlayıram işləməyə. Yəni, bu müddət ərzində heç bir ruska və yaxud da qələm kitabın üzərində izlənmir. Yəni, nə iş gedirsə, o eskizin üzərində gedir. Ona görə də kitabların üstünə də baxsaq, heç bir qələm izi görə bilməzsiniz. Yəni ki, eskizin əsasında hazırlanır. O da müəyyən bir vaxt tələb edir. Yəni, belə deyək, 3 mərhələyə ayırıram mən bu işi. Eskizin hazırlanması, çıxarılması, sonra kitaba onun köçürülməsi və onun üzlənməsi. Əlavə olaraq da kitabı üzləyirəm, belə deyək. Ramiz, söylədin ki, artıq istifadəsiz qalmış məsələn kitablardan istifadə edirsən bu cür əl işlərini hazırlamaq üçün. Bəs bu qədər kitabı hardan tapırsan? Müxtəlif kitab satanlar var Bakı şəhərində. Onlara müraciət edirəm və onlara müraciət edərkən hər dəfə də onlara deyirəm ki, mənə köhnə kitablardan verin. Onların da hər halda özləri də bilirlər ki, mən nə məqsədlə istifadə edirəm bunu. Onlar da çalışırlar ki, istifadə olunmayan kitabları mənə təqdim eləsinlər. Yəni, belə deyək, başqa müxtəlif kitab evlərindən bunu mən təmin edirəm özüm üçün. Çox gözəl. Mən artıq səninlə söhbətimi yekunlaşdırmaq məcburiyyətindəyəm. Çünki efir vaxtımız buna imkan vermir ki, biz daha çox danışaq. Amma istərdim ki, son olaraq biz burada xatirə şəkildə çəkdirək. Bugündən yadigar olaraq qalsın. Hədiyyən üçün də bu arada çox sağ ol. Çox bəyəndik. Dostlar, efirimizə Milli Qəhrəmanlar rubrikası ilə davam edirik. Gəlin bu rubrikanı diqqətlə izləyək və daha bir qəhrəmanımızı yaxından tanıyaq. Vətən insanın beşiyi məzarıdır. Onun uğrunda ölüm əbədi var olmaq deməkdir. Bu şərəfə nail olanları nə bəşəriyyət, nə də tarix unutmur. İbrahimov Mübariz Ağakərimoğlu 1988-ci il fevralın 7-sində Biləsuvar rayonunun Əliyabad kəndində dünyaya gəlib. Orta təhsilini də burada alıb. 2005-ci ildə ordu sıralarına çağırılıb. 2007-ci ildə çavuş rütbəsi ilə ordudan təxris olunub. 2 il sonra gizli rütbəsi ilə hərbi xidmətə qayıdıb. Öz arzusu ilə cəbhə bölgəsində xidmət etməyə başlayıb.
Mənfur düşmənin atəşkəsi tez-tez pozması, sərhədyanə ərazilərdə dinc sakinlərin gündəlik həyatına mane olması mübarizi daim narahat edirdi. O, torpaqlarımızın yağı əlində olmasına dözə bilmir. Qisas gününü səbirsizliklə gözləyirdi. 2010-cu ilin 18 iyununda gecə saat 23:30 radələrində Gizir Mübariz İbrahimov tək başına iki ordu arasındakı 1 kilometrlik minalanmış sahəni keçərək düşmənin çox sayda əskər və zabitini qəfil həmləsi ilə məhv edir. Erməni əskərlərinin silahlarını özlərinə qarşı istifadə edərək 5 saat ərzində düşmənlə təkbətək döyüşür. Cəsarəti ilə bir ordunun canına qorxu salan Vətən oğlu qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Amma düşmən onun cəsədini 141 gün müddətində geri vermir. Uzun müddətli danışıqlardan sonra 2010-cu ilin 6 noyabr tarixində şəhidin nəşi təhvil alınır. Vətənin qəhrəman oğlu ilə vida mərasiminə Prezident İlham Əliyev də qatılır. Daha sonra milli qəhrəman Mübariz İbrahimov 2-ci Fəxri Xiyabanda dəfn olunur. Biləsuvar rayonunda lisey məktəb kompleksi və küçələrdən biri onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi İstiqlal snayper tüfəngləri ailəsindən 12,7 mm çaplı ikinci tüfəng onun şərəfinə Mübariz adlandırılıb. Biləsuvar rayonunda heykəl ucaldılıb. Kanada'nın Ottawa şəhərində yerləşən Minto parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. Türkiyə sularında üzən gəmilərdən biri şəhidin adını daşıyır. Maqlar, bilirəm ki, qrafitini YouTube-da, sosial şəbəkələrdə çox izləmişsiniz. Bir də canlı-canlı izləməyə nə deyirsiniz? Yox, studiyamıza heç kim gəlməyəcək, çünki bu dəfə elə mən özüm onların yanına gələcəm və məkandan çox fərqli görüntüləri isə təqdim edəcəm. Diqqətiniz bizdə olsun. Give it to me, I'm worth it. Baby, I'm worth it. I'm worth it. Give me, I'm worth it. Give it to me, I'm worth it. Gənclər, sizə söz verdiyimiz kimi artıq həmin məkandayıq və qrafitini canlı-canlı sizə göstəririk ki, burada gənclər öz istedadlarını nümayiş etdirirlər, müxtəlif boş divarlara rəsmlər çəkirlər. İstərim ki, elə bu festival haqqında, həmçinin də bu festivalın iştirakçıları haqqında sizə ətraflı məlumat verək. Gördüyünüz kimi, burada da bir gənc dostumuz öz istedadını nümayiş etdirir. Çox maraqlı bir rəsm çəkir. Onu tanımaq maraqlı olardı. Salam dostum, necəsən? Salam, necəsiz? Özünü təqdim elə zəhmət olmasa. Əfsər, mənim nickname'ım YFS, qrafiti ilə 4 ildən çox məşğulam. Yad Crew komandasının təmsilçisiyəm. Bu avtobusdan və metropolitenin qatardan göstərirəm. Burada ideya iminə günəşin çıxmasından batmağına kimi hip-hop culture-ın mənə olan öz təsirini göstərmək üçün bunları birləşdirib, iminə rəngləri də müxtəlif seçib, daha çox boombox, hip-hop elementlərini qatışdırıb sizə belə nümayiş eləmək istədim ki, ideyam daha çox tərəfli çatsın. Artıq biz final mərhələsindəyik və bu sənin yəqin ki son işindir. Bu zamana kimi bəs hansı işləri təqdim eləmişdin? Bizim işlərimiz daha çox breakdance, beatmaking, DJing, müxtəlif tərzdə hip-hopun Azərbaycanda olan elementlərini tam bir şəkildə qrafiti ilə göstərməyə çalışırıq. Əfsər, maraqlıdır. Sən düşünürsən ki, bu işin sonda sənə qalibiyyət gətirəcək, yoxsa yox? Düzün desəm, mən bu işi görəndə həm qalibiyyət tərəfində fikirləşmək istədim ki, işim daha çox belə rəngarəng alınsın. Həm də istədim ki, hətta iştirakçı kimi öz ideyamı qoyub gedim və bilim ki, udmasam da yenə də öz ideyamı axıracan çatdıra bildim ki, mənlə bu işə baxanlarla konnektim yaransın. Bir-birimizə başa düşə bilək. Təşəkkürlər, sənə bol şans. Waste my time. See me in the spotlight. Ooh, I love your style. Show me what you got now. Gənclər, hazırda mən Qrafiti Festivalının təşkilatçılarından biri olan Yunislə birlikdəyəm. Yunis, xoş gördük səni. İstərdim ki, sən bizə bu festival haqqında məlumat verəsən. Ümumiyyətlə, nə zamandan başlayıb və neçə gənc burada iştirak elədi, seçimlər necə həyata keçirildi? Мероприятие было запланировано где-то несколько недель назад. Tədbir bir neçə həftə əvvəl planlaşdırılıb. Böyük ticarət mərkəzlərindən biri belə bir təşəbbüs irəli sürdü ki, onların dayanacaqlarının divarlarından istifadə olunsun. 6 nəfər qrafiti rəssamı birinci yer uğrunda yarışır.
yarışdı. Birinci yer sahibi Sankt Peterburqda keçiriləcək festivalda ölkəmizi təmsil edəcək. На фестиваль В1 представлять Азербайджан, представлять нашу страну. See me in the spotlight, ooh, I love your style. Show me what you got now, come on, make it worth my while. Give it to me, I'm worth it. Baby, I'm worth it. I'm worth it. Give me, I'm worth it. Maqlar final mərhələsidir. Hər kəs həyəcanlıdır və öz işini ən mükəmməl səviyyədə hazırlayıb təqdim etməyə çalışır və digər bir gəncimizə mən yaxınlaşmaq istərdim. Bu gənc artıq bizə tanışdı çünki bizim studiyamızda qonaq olub. Azər, salam, necəsən? Siz necəsiz? Əlayam, təbii ki. Çox maraqlı bir işin var. Azər, maraqlıdır. Bu divarda nəyə əks etdirməyə çalışmısan? Mən burada öz nickname yazmışam və öz personajlarımı göstərmişəm və çalışmışam ki, maksimum çox rəngdən istifadə edeyim ki, digər işlərdən rənglərin parlaqlığına görə həm də çeşidin çoxluğuna görə seçilsin. Qalib olmağa ümidin var yoxsa? Var, çoxdur. Özümə rəqib görmürəm. Graffiti festivalının final mərhələsinin iştirakçılarından biri olan Nadirlə birlikdəyəm. İstəyərdim ki, onu siz də yaxından tanıyasınız. Nadir, artıq final mərhələsindəsən. Necə hiss edirsən özü və düşünürsənmi qalib olacaqsan? Mən əslində bura batla gəlməmişəm, elə gəlmişəm dostlarımla şəkil çəkim və əylənim. Yəni ki, bura mübarizə üçün gəlməmişəm mən. Şəkil çəkib deyəndə amma çox maraqlı bir iş ortaya çıxartmısan. Dostlarını demək olar ki, kölgədə qoyacaq şəkildə. Yəni ümumiyyətlə neçə müddətdir ki, qrafiti ilə məşğul olursan? Mən 14 yaşımdan, indi 19 yaşım var hal-hazırda. Bəli. Bu sahəyə maraq hardandır səndə? Bu sahəyə çoxlu komiks oxumaqdan, belə cizgi filmlərə baxmaqdan, yəni ki, ondan yaranır. Bəs niyə iddialı deyirsən? Artıq indidən deyirsən ki, mən sadəcə olaraq şəkil çəkməyə, dostlarımla əyləməyə gəlmişəm deyirsən. Çünki məncə dostlarla bir yerdə çəkəndə bu mübarizə deyil. Bu yəni ki, özün üçün gəlirsən əylənmək üçün. Maqlar, hazırda tədbirin, festivalın digər təşkilatçısı olan Səbinə xanımın yanındayam və istəyirəm ki, sualımı ona ünvanlayım. Salam, ümid edirəm ki, yaxşısınız, əhvalınız yaxşıdır və ümumiyyətlə razısınızmı bugünkü tədbirin gedişatından? Çox sağ olun ki, buradasınız. Bəli, burada əla abu-hava, əla gənclər var. Biz çox şadıq ki, belə bir tədbir keçirdik. Çünki bu gənclər üçün vacibdir. Bəs maraqlı, ümumiyyətlə bu cür tədbirlərin keçirilməsinin bizim gənclərimiz üçün nə kimi xeyirli tərəfləri var? Bizim gənclərimiz inkişaf etməlidir, kreativ və yaradıcı olmalıdır. Bütün dünya gəncləri qrafiti ilə məşğul olur. Bu çox maraqlı məşğuliyyətdir və bütün dünyada qrafiti çəkmək üçün xüsusi divarlar var. Burada çox maraqlı bir festival keçirilir və bu festivalın həyata keçirilməsində ən böyük dəstəkçilərindən biri olan Günay xanımla mən istəyirəm ki, söhbətimi davam etdirim. Günay xanım, necədir? Razısınızmı bugünkü tədbirin gedişatından? Əlbəttə razıyam. Haradakı çoxlu gənc var və ən əsaslı o gənclər ideyaya malik gənclərdir. Onlar nəsə yaratmaq istəyirlər. Təbii ki, belə gənclərin hamısını bir arada görmək bizim üçün çox xoşdur. Bəs çox maraqlıdır ki, bu qədər fərqli, yaradıcı gəncləri bir araya necə topladı? Çətin olmadı ki? Yox, düşünürəm ki, yox, onlar hər yerdə var və qrafiti də çox maraqlıdır. Əslində, mən başqa ölkələrdə görəndə ki, çox boz, rəngsiz divarları qrafiti ilə həyat qazanır. Bir paxıllıq hissi geçdi ki, nədən bizdə olmasın və çox yaxşı ki, belə bir imkan əlimizə düşdü, biz eləyə bildik. Mən istəyərdim ki, bir çox böyük, tanınan obyektlər belə şərait yaratsın gənclər üçün. İnanın ki, baxın, indi bu divarlarla o birisi divarların fərqini özünüz görəcəksiniz. Dostlar,
Maglar, əminəm ki, bu gənclərin bacarıqları sizi də təəccübləndirdi, amma bacarıqlı gənclər təkcə onlar deyil. Bizim Mag Jalə də bir rubrika hazırlayıb. Təbii ki, bu rubrikanı bilirəm ki, hamınız bilirsiniz, bacarmaq rubrikası adlanır. İzləyə görə hansı bacarığımızı daha üzə çıxaracaq? Maglar, ağır iş günündən sonra hər birimizin istəyi eynidir. Bəli, yatmaq. Amma bəzən nə qədər yuxulu olsaq da yata bilmirik. Bəzi insanlar yatarkən gözünə heç bir işıq şüasının düşməməsini istəyirlər. Buna görə də yuxu eynəyindən istifadə edirlər. Bugün bacarmaqda da sizə yuxu eynəyini necə hazırlamağı göstərəcəm. Bunun üçün bizə lazım olan əşyalar bunlardır. Rəngli və yumuşaq parça, lent, qayçı, parça üçün yapışqan və pambıq. İlk olaraq istədiyimiz ölçüdə kəsdiyimiz kağızı parçanın üzərinə gördüyümüz formada yerləşdirib işarələyirik və bir cüt kəsirik. Daha sonra lenti baş ölçümüzə uyğunlaşdırıb kəsirik və iki hissəyə ayırırıq. Parçanı gördüyümüz formada qoyub üzərinə pambıq yerləşdiririk. Yapışqanı parçanın kənar hissələrinə tökürük və kəsilmiş lentləri kənar hissələrə gördüyümüz formada yapışdırırıq. Digər parçanı üzərinə yapışdırıb artıq qalan kənarlıqları kəsirik. Yapışqanın quruması üçün 24 saat gözləyirik. Və yuxu eynəyimiz hazırdır. Yuxunuz şirin olsun, Maglar. Salam dostlar, istərdim ki, sizin bugünkü tədbir haqqında olan fikirlərinizi öyrənim. Necədir, yəni razı qalırsınızmı işlərdən? Çox sağ olun. Həqiqətən də bu gözəl bir haldır ki, Azərbaycanda küçə mədəniyyəti inkişaf eləyir və Azərbaycanda qrafiti üçün xüsusi divarların verilməsi çox alqışlanacaq bir haldır və belə tədbirlərin davam etməsini də oradan da istərdim. Festivalın davamı daha da maraqlı olmağa başlayıb, çünki artıq burada musiqi sədaları səslənir və gənclər rəqs edərək parti ab-havası yaradıblar. Gəlin izləməyə davam edək. Maglar, artıq efirimiz yekunlaşır və bugünkü tədbirimiz maraqlı bir parti ilə davam etdi. Sonda isə qaliblər müəyyənləşdi və onlar mükafatlandırıldılar. Biz isə artıq sizinlə ayrılırıq. Bugünlük isə bu qədər. Hər zaman aktiv olun. Görüşərik.